Salam. Salam. 1, 2, 3. Salam. Çox soyulan bir. Kanalımıza xoş gəlmisiniz. Bugün əmim qızı Fidan Əlizadə və mən Kendi ilə bir yerdə nə videosu çəkirik? Sabahlayırıq. Yəni in English slumber party eləyəcəyik və məncə maraqlı olacaq. Çünki uzun müddətli çəkmək istədiyim bir kontent idi və yanımda belə əyləncəli bir insana ehtiyacım var idi. Xoş izləmələr. Və sən də Mən də danışmıram. Kombin göstərir. Kombinimizi göstəririk çünki eləyə biləcəyimiz nəsə yoxdur hələ ki. Bir kofta geymişəm və cins şalvar. Məndə də qara sadə köynək, bir də ağ zərli şalvar. Şalvar Dubaydan al. Bəli. Böyle de imkanlı bir Vlog var, kızdı. baxa bilərsiniz. Aligar. Hello. Yəni boşluqdan nəsə tapdıq. Deməli, hal-hazırda Kendinin makyaj çantasını incələyəcəyik. Mən incələyəcəm. Bəli. Yəni, başlayaq. İlk öncə maskaları çıxardım. Deməli, bugün maska eləyəcəyik. Cilt bakımı eləyəcəyik. Şəxsən özümüz fikirləşmişik bu fikri. Belə bir Kollagen. Kollagen? Nəlidir? Kollagenli. Gördünüz. Bir dənə belə. İkinci olaraq belə bir maskamız var. Bu nədir? Bu da nəsə serumdur. Bu qızıl parçacıqlı serumu var içində. Belə. Üçüncü olaraq da belə bir blueberry. Bu mənim. Bəli. Çünki Fidan xoşuna gəldi. Evet. Bu qədər. Sən oxşur. Sən nasıl yeyəsən? Mən bunu. Mən də mavi eləyim. Bu da şimdi Göstər. Mavi eləyəcək. Daha qoyduq bir kənara. Sonra, deməli, kapağızı da bu düzdür. Bitmək üzrədir. Bəli. L'Oreal'ın belə bir kapatısı. Reklam deyil, biz deyir deyə bu dəfə makyaj eləyəməsə. Reklam deyil. Reklam deyil. Rəngi də 325-dir. Yəni mənə düşən rəngi budur. Göndər. Görmədiniz? Sonra uzun belə bir ağ karandaşı. Göz içinə sürürəm bəzən, həmişə yox. Sadəcə primer yox. Yağlı dərilər üçün primer. Notdan almışam bu arada. Sonra 3 il bundan əvvəl. belə bir highlighter'dır da düzdür. Brilliant sabun. Çox xoşlayıram və aç göstər. Ən sevdiyim rəngi də bilinir məncə. Budur. Bu da qəşəng. Bu nədir? Bu ağdır. Parıltılıdır. Mən ikisi də məncə sürəndə eyni şeydilər. Parıltıdır. Fidan. Mən eləmədim. Nə? Səni çəkib YouTube'dan qazandım. Ona alarım. Mən highlighter alarsan. Mənim elə Fidan əgər göstərməsəydi, yəni deyəcəyim söz bu olacaqdı ki, ən sevdiyim makyaj malzəməsi highlighterdir. Artıq deyil. Artıq deyil. Bir də parıldayacağıq. Heç olmamış kimi devam edirəm. Gör başqa nəyə qərar verirsən. Bu nədir? Bu allıqdır. Ölmüş. Ölüb. Qapağı da qırıq. Kəndinəyə xahiş edirəm, tez bir reklam təklifi gəlsin. Əgər yəni sponsorluq versəz, məmnuniyyətlə qəbul edərəm. Fidan bu bağlanmır. Olan şey. Çək onu. Çox tutdu. Əslində balım kimi fikirləşərək. Qəşəngdir. Öz çöpü sokumu, bunun çöpü sok versiyonu aldırmışdım Elzana. İçiblər, mənim şirin. Ona görə bundan içək. Necəyik, tezlər baxacaq. Bilmirəm. Favorim əslində Leysin duzlu olanıdır. Duzlu deyim, klasik olanıdır. Məndə də budur. Bir ara mən də bunu tapmışdım. Bayaqdan da sıralama edirik. Hansı? Bu tərəf. Hə, məncə də. Elə, sənə.
Milkshake yoxsa Bu çox sərin göründü şu an. məncə də gümüş. Təbii ki. Boynum xırç elədi. Proşka. Mən olsam bu tərəfdə sərin. Yox. Nədir ki bu? Bunun fərqi nədir? Havada mı qurutmaq yoxsa fenlə mi qurutmaq? Mən fenlə quruturam. Mən də fenlə quruduram. Miu Miu çox açki olgun. yoxsa Chanel? Bu çox belə şit görünür. Hə. Ay Allah, Rusçadır. Bir dəfə Dayan. Maskaya. Hə, bunu başa düşdük deməli. Mən 30 30 dəqiqə dəqiqə. saxlayıram. Mən də. Bu arada söz deyim, mən bunu elətdirərdim. Çox ciddiyəm, mənə yaraşar. Yavaşlar bu arada. Bəli. Valideyn də çıxsın bilə qoy. Hə. Söv. Vibe'lar sıralayırıq. Kurtka mökür kimi. Sən kürk seçsən. Mən kürkü seçərəm əslində. Sata bax. Bu tərəf. Mən maşınlardan başım çıxmaz. Victoria's Secret. Məncə də. Makaron. Yoxsa Burada krevetka falan var. krevetka yemirsən? Yeyirəm əslində, amma çox da belə... Öz seçdi. Sarışın əsmər. İndi bax. Əslində hər ikisini çox sevirəm. Mən əsmər deyiləm, mən kumrar olum. Hə, onda sarışını seç. Məncə də. Vay! Getdik. İyi. Seç. Əsmər, mən o seçir, hansıda yoxşursan sən. Yox, Beyoncé nə? Nə? Bu TikToker qız deyil. Emma Watson. Emma Watson. Bu nədir? Fidan. Sən söz deyim. Heç birini oxşamırsan. Bu effekt səhvdir. Səhvdir. Deməli, pick me-yəm yoxsa normal qızım? Bunu seçirəm. Bunu danışmamışıq. Duxu. Gül salıb gedən bir şeydir. Ona görə Təbəqlə başına. Dyson. Köhnə pikmeydin. İndi deyir normallaşmısan biraz. Sağ olun. Nə deyirik? Sushi. 1. 50 dənə rəqs videosu kaydırmışıq ki. Və artıq saat 12 falandır, bir işləyir və indidən heyimiz yoxdur. Allah haqqı. Və mən bugün niyə yorğunam, onu başa salmalıyam. Sağ ol. Deməli, saat 8-də yuxudan durmuşam. Biz necə saat 3-də yatıb saat 8-də yuxudan durmuşam. Saat Bir dəqiqə. Niyə 3-də yatmısan? Nənəm gedən gəldik və 2 saat çanta hazırlamışam. Hə. 3-də yatıb saat 8-də durmuşam. 8-də durub hazırlaşmışam. Tez 4 saat yol gəlmişik Bərdəyə. Gələndən sonra biraz burada oturub getmişik Kirvəmizgilə. Orada biraz oturmuşam. Hadi tay verməsən. Sonra qayıtmışam bura, çox yorğunam yəni. Ən böyük arzum dünya səyahət eləməkdir. Dünya səyahəti dediyim, yəni getmək istədiyim ölkələr var. Orada həmin ölkələrə səyahət eləmək istəyirəm. Mən də. Fidan da istəyir. Tək səyahət eləmək istəmirəm də bir sözlə. Fidan Bir rəfiqəm, bir dostum, Fidan məsələn. Elə səyahət eləmək istəyirəm və bizim də sevdiyimiz bəzi youtuberlər var. Bu keçənləri çox sevirik. Eda Yaman da həmçinin. Bəli. İkisinə də bayılırıq. Sevərək izləyirik. Ürək tut Fidan. Buket biz də var. Buket biz də gələk. Hə, indi onun videosuna baxacağıq. Bunun çapı 160 falan. Elimdən salam. Biz deməli 2 saatda televizora baxırıq. Hazırda saat 2-dir. İndi nə edəcəyik? İndi kofe hazırlayacağıq. Çünki hafifdən yolumuz gəlir. Çox hafif. Mən normalda tez yatan insanam. Mən tez yatan Saat 11, maksimum 12, 11. Fix 11-də yatıram mən. 10-11-də yatıram. Mən gecə yatıram. 1 falan da 1-də yatıram. Çox vaxt. Sən gec yatma səbəbin nədir? Bilmirəm. Mən yatıram, yuxum gəlmir. Mənim yuxum gec gəlir. Mənim yuxum gəlir. Bacaqdan. Prosta ki, bugün çox yorğun idim. Yorğun olub. Ona görə tez yatmaq istəyirdim. Amma sabahlayırıq. Kofe hazırlayacağıq. Özümüzü ayaqda saxlamaq üçün. Və əlimizdə Acı deyil. bundan var.
Mən normalda Jacobs sevirəm, amma əlimizdə bu var deyə bunu istifadə edəcəyik sadəcə. Və acıdır, Mən bəli. çox vaxt şeydə olan, paketdə olanlardan istəyirəm. Bir də əlimizdə 3.2% südü var. Sroku da var və bunda istifadə edəcəyik. Mən normalda acı kofe içirəm, yəni amerikano tərzində, çünki şəkərli xoşlamıram. Amma mən daha çox şəkərli Amma xoşlayıram. Fidan xoşdur deyə həm şəkər, həm də süd əlavə edəcəyik Fidanın kofesinə. Amma əksinə şəkərli kofe daha çox gücləşdirir. Bəli. Fidan bunu bilərək eləməyə davam edirdi. Amma şey bilmirəm, adı çəvirəm. Suyumuz qaynadı və indi kofe. Ama biraz ayrı. Kofemizi de hazırladık. Elim yanır. Benim Size gibi çok istedi. mənim soyuqdur çünki şey tökdüm. Buz kimi süt. Bu sizin nə istəyirəm? Şəkərli süd. Kofe dadı Bir gelmiyor. tık da kofe. Çok şeydir. Bir tane bu soysa ben de tadına bakardım. Qurtarıcı. İki fərqli insanlar yanına bax. Çok hakikaten qəşəngdir. Sadece biz kaş su qaynayandan sonra biraz Ha. gözləyək deyə çox istedim. 2 saatdır uzanıb boş-boş televizora baxırıq. Maska taxacağıq. Başqa heç nə yoxdur eləməyə. Maska taxacağıq elə dedi ki, belə maska taxmayacaq, yəni cilt bakım eləmək istəyir. Yox, bugün 5 kilo cips yeyəndən sonra maska taxırıq. Çox qəşəng. 5 kilo yox, mən çox az yedim. Mən bilmirəm, orta. Deməli, bu videonu böyük ehtimal ortaq paylaşacağıq. Ona görə də kanal Kimsə də kanala dəstək olursunuz. kanalımıza dəstək olursunuz. Videonu bəyənməyi və kanallara Paylaşmağı. abunə olmağı və əgər hansısa bir ideyanız və fikriniz varsa şərhdə yazmağı unutmayın. Çünki sizi çox sevirik. Yatmırıq bu arada hələ. Sadəcə danışdıq. Baxın, deməli biz bayaq bu fikri eləyəndən sonra, sabahlamacan eləyəndən sonra oturmuşuq qəşəng TikTok açmışıq, yazmışıq 50 dənə rəqs qaydələmişik. Trendlər. 2 saat sonra dedim ki, gəl çəkək. Rəqs də mənim bir əsas konumdur. Deyirəm gəl çəkək. Halım yoxdur. Yuxum gəl. Konferans bayaq çəkərsən. Bəli. İkinci mərtəbədən su istəyirlər, onu yazıram. Yazır. Fabulous. Mən də nə məcbur bunu ayaq üstə bitirməyə çalışırıq. Çünki bir dəfənlik. Tamam eləyir bu arada. Kofe içə bildiyimi imtahanlar ərəfəsində yoxladım və yəni kəşf elədim. Oyaq qalmaq üçün bir vasitəyə ehtiyacım var idi. Çünki mən səhər tezdanları yox, gecələr tam produktiv işləyə bilirəm. Bir də buraya yatırsan. İndi maska time. Beynim stop eləyir, danışa bilmirəm.
2 maskamız var. Əslində 3 dənə idi. Sadəcə bunlar həm bir-birindən uyumluydu deyə bunları götürdük. Bir dənə belə blueberry olanımız var. Bunu Fidan taxacaq. Çünki Fidan bəyəndi. Bir də Sador. nəyin? Sador. Nə mən oxumuram amma Sador. Bir də kolagenli maska var. Tenzero markasına aiddir. Bunları Olivia'dan almışam. Hər yaş kateqoriyasına uyğundur məncə. Bəli. Amma mənim üzümə bəzi elə şeylər var idi ki, maskalar. Taxan kimi üzüm qızarırdı. Doğrudan. Maska qoyacağıq deyə makyajımı yudum. İndi istifadə edək. A few moments later. Oyda yapışıb elə üzümə. Of, rahatladım. Bu arada biz yəni əvvəl xeyli YouTube-a falan da baxdıq. Hal-hazırda saat 4-ün yarısıdır və mənim ciddi mənada yuxum gəlir. Çox yuxum gəlir. Yəni kofe falan da 2 saat falan tutdu da bizi hardasa. Yəni indi yatacağıq. Ay, nə qəşəng oldu sifətim. Bir işıq gəldi, hiss Ay, edirəm. İzlədiyiniz üçün çox sağ olun. Kanallarımıza abunə olmağı və like atmağı unutmayın. Sizi çox sevirik. Bay bay. Öpücük. Bay bay.